Hatırlayıram bir dəfə Türkiyədə hətta başıma da gəlib. Korsan taksiçi tapdıq. Taksi tapmadıq. Bizə bir dostumuz dedi ki, hava limanına getməliyik. Dedi ki, çarə qalıb Korsana müraciət elə. Yəni belə də qaçaq taksiçiyə. Qaçaq taksiçini yığdıq. Normal bir maşın gəldi, üstündə heç bir emblemi falanı yox. Dedi ki, xahiş edirik. Biz girəndə sizdən hava limanına birdən bizi polis saxlasa, deməyin də, deyin ki, bizim qohumlarımızsınız. Helənçinə girdik hava limanına. Ondan sonra bir qadın da ona zəng elədi. Çünki oğlu bizdən sonra ona zəng elədi ki, orada anam enir uçaqdan, onu götür şəhərə gəl. O da o qadına zəng elədi. Dedi, teyzə, sən Allah məni görəndə qucaqla öp ki, elə bilsinlər ki, akrabanam, qohumunam. Öpüşdülər, görüşdülər, bir taksiyə çıxdı, getdi. Yəni, elə bilirsiniz ki, bu salaq, bu mənasız, bu gülməli qadağalarla Azərbaycan insanı o beynini işlədib, sizin o eybəcər qərarınıza alternativ tapmayacaq. Görüşəcəklər, öpüşəcəklər, millət mehribanlaşacaq. Götürüb gələcəklər, ayıbdır. Örneği də oldu da. Siz nə etməyə çalışırsınız? Yəni, Naxçıvanda bir ara eləməyə çalışırdılar. Deyirlər ki, Naxçıvanda o Vasif Talibov vaxtında bir-birinin deyirlər ki, filan qohumu taksiyə minən kimi deyirdi ki, bütün nəslini tanıdırdı. Filan kəsin oğluyam, sən filan kəsin qızısan, nə bilim, qohumluq əlaqələrimiz var, birdən polis soruşur. Yəni, 21-ci əsrdə, həm internet çağında bunu necə eləyəcək? Yəni, hava limanından mən heç bir öz maşınımdan girirəm. Vallahi 2 dənə uşaq oturub burada application hazırlasalar, ümumiyyətlə bunların yaratdığı taksilər heç kim minməyəcək. Qırmızı taksilər, mən dünən hava limanındaydım, vallahi heç kim minmirdi, ağzı günəydi orada. Hətta dedilər ki, taksçilər dedilər ki, biz tapmışıq bunun imkanlarını, gedirik demək, şlaqbamla o biri tərəfə. Yəni, bir insanın çamadanını sürüb orada 300 metrə getməyə problem deyil ki, niyə 50 manat verməkdənsə? Keçər o tərəfə, oradan yenə 12 manatını verər, gələr şəhərə. Yəni, qərar verəndə demək istəyirik ki, bir başla düşünün də, ayağınızla yox.